Ruhda olan gözəllikləri insan hiss eləməlidir. Bunu necə hiss eləsin? Allah gəlir, din təqdim eləyir. Allah gəlir, ibadəti verir insana. Bir ibadət elə, yəqinə çat və səndə artıq heç bir şək şübhə qalmasın. Əleyhissalam necə buyurur? Əgər pərdələr gözümün önündən çəkilsə, yəqinimdə heç nə artmaz. Yəni mən elə bu cür tanıyırdım. İnsan ibadət vasitəsilə o gözəllikləri üzə çıxarır. İmam Hüseyn məclisləri vasitəsilə üzə çıxarır. İmam Hüseyn dünən də dedi ki, bu sevgini, bu məhəbbəti, bu ilahi rəhməti nə qədər yer üzünə indirmək olardısa, Kərbəlada bunu elədi. Kərbəlada bunu elədi. Ona görə Həzrəti Zeynəb ki, Yezidin məclisində dedi, Həzrəti Zeynəbə dedi ki, gördün Allah neynədi Kərbəlada, gördün baş uzana oyun gətirdi. İstəyirdi ki, Həzrəti Zeynəbi narahat eləsin. Həzrəti Zeynəb buyurdu, Mə rəeytu illa cəmila. Kərbəlada gözəllikdən başqa bir şey görmədim. Kərbəlada Allahın gözəlliyini gördüm ki, İmam Hüseyn o gözəlliyi yer üzünə indirdi. Əl çatan elədi bizlər üçün.